Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ilin növbəti Aqrar Biznes Festivalı Tovuz rayonunda keçirilib. Festivalı Qazax Tovuz iqtisadi rayonunu əhatə edən Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonlarından fermerlər ziyarət ediblər. Festivalın rəsmi açılış hissəsinə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı belə tədbirlərin Tovuz rayonu üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Sonra Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi və fermerlərin innovativ həllərlə tanış olmasının əhəmiyyətini vurğulayıb. O müraciətində festivalın məqsədinin kənd təsərrüfatı sahəsindəki bütün maraqlı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq və davamlı inkişaf mühiti yaratmaq olduğunu vurğulayıb. Festival iştirakçılarına müraciət edən Anar Cəfərov fermerlərin yeni texnologiyalar, gübrələr, pestidlər, müasir suvarma sistemləri və kənd təsərrüfatı texnikaları ilə tanış olub. Yarmarkada fermerlər bank və kredit təşkilatlarının nümayəndələri ilə yerindəcə öz təsərrüfatlarını genişləndirmək üçün maliyyə imkanları barədə ətraflı məlumat əldə ediblər. Festivalda sərgi hissəsi ilə yanaşı fermerlər üçün təlimlər təşkil edilib. Təlimlərdə Agrosistem şirkətinin təsisçisi Köçəri Həsənov tərəfindən meyvə-tərəvəz məhsullarının uzun müddətli saxlanılması və soyuq zəncirin tətbiqi mövzusunda təlim keçirilib. Həmçinin festivalda Finka Azərbaycan Bank olmayan kredit təşkilatının mütəxəssisi Firdovsi Talıblı tərəfindən maliyyə savadlılığının artırılması mövzusunda təlim təşkil edilib. Festival çərçivəsində aqrar sahədə fəaliyyət göstərən korporativlərin fəaliyyətinin gücləndirilməsi və onların bazara çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə aqrar sahədə fəaliyyət göstərən korporativlərin inkişafı forumu da keçirilib. Forum regionlarda sahibkarların biznes mühitində daha fəal iştirakının stimullaşdırılması və korporativlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edib. Günel Zülfüqarova, Kamran Əskiparalı, Bugün informasiya proqramı üçün.